Afisantlar metal konstruksiyalı mexanizmi otelin arxa tərəfindəki tikintidən gətirirdilər. Sfera az oxu aza istinadən xəbər verir ki, bunu Bakıda 4 afisantın faciəli şəkildə öldüyü hadisə ilə bağlı jurnalistlərə açıqlamasında Lucky otelin mühafizəçisi Əliağa Həsənov deyib. O, hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib. Otelin arxa həyətində tikinti gedirdi. Metal qurğu da orada idi. Otelin şüşələri silinməli idi. Ona görə həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksək gərginlikli elektrik naqilinə toxundu. Qışqırıq səsinə çıxdı ki, afisantların 4-ünü də cəryan vurub öldürüb. Qeyd edək ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu Xırdalan Binəqədi şossesinin 4-cü kilometrliyində yerləşən Lucky otelin işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan otelin qarşısında iş görən zaman elektrik cəryanı vurması nəticəsində ölüb.